Həmişə mənə deyirdilər ki, sən niyə işləmirsən? Axı institutu bitirmisən, MİQ imtahanı keçərək niyə işləmirsən? Deyirdim ki, həqiqətən yəni olan bir şeydir. Deyirdim mən Füzuliyə gedəcəm, Füzuli işğaldan azad olunacaq. Orada məktəb tikəcəklər. Mən o məktəbdə müəllimə olaraq fəaliyyətimi davam etdirəcəm. Elə oldu ki, biz yoldaşımın işi ilə əlaqədar bura köçəsi olduq və burada mən artıq MİQ imtahanı verərək çox şükürlər olsun ki, 2 ildir bu məktəbdə çalışıram. Günəş bizə istilik verirdi, anacığım. Xanım Əliyeva illərlə bu anı gözləyib, xəyalında dərs dediyi sinif otaqları, qapısında dayanıb sabahınız xeyir dediyi şagirdlər vardı. Bugün həmin xəyallar reallığa çevrilib, özü də Füzulidə. Deyir, əslən Füzulidən olmasam da bu torpaqda yaşamaq onun üçün müqəddəs bir missiyadır. Biz bu torpaqlarda, o şəhid qanı ilə alınmış torpaqlarda dərs keçirik, şagirdləri gələcək həyata hazırlayırıq, onları vətənpərvər ruhda böyüdürük, şəraitimiz də çox yaxşıdır, məktəb də çox yaxındır. Biz 4 dəqiqə, 5 dəqiqə evdən bura çata bilirik. 2 evladım mənim bu məktəbdə təhsil alır, yəni onlarla birgə məktəbə gəlirik, onlarla birgə də məktəbdən gedirik. İşğaldan azad olunan bu torpaqlarda qonaq olduğumuzu görən xanım müəllim bizi evinə dəvət edir. Axşam saatlarında onlara yollanırıq. Bizi binanın qarşısında ailənin ən balaca üzvü Nihat qarşılayır. Qısa söhbətdən sonra onunla birlikdə 93-cü mənzilə qalxırıq. Ailənin başçısı Azad Əliyev Anamanın əməkdaşıdır. Torpaqların minalardan təmizlənməsi əməliyyatında onun da payı var. 5-6 yaşlarımda çıxmışam. Yəni xəyal olaraq yadımdadır Füzuli. Üzr istəyirəm, böyüklərimiz olmasaydı biz buradan heç bir şey xatırlamayacağıq. 32 ildən sonra öz torpağımıza, öz elimizə, öz obamıza gəldik, yerləşdik. Şükür hər şeyimiz var, hər şey yaxşıdır, hər şeylə təmin eləyiblər. Ailənin yaxın dostu Aynurə Rəhimova Füzulidə məcbur köçkün düşəndə 6 yaşında olub. Uşaqlıq illərinin keçdiyi doğma yurdunda hələ də tanış izlər axtarır, amma Füzuli şəhərindən heç bir əsər əlamət yoxdur. Yəni mənim gördüyüm, xatırladığım heç bir şey yoxdur. Yəni tamam elə bir ki, tarixi torpağın altına gömüblər. Lakin Aynurə və digər sakinlər üçün bir təsəlli var. Füzuli bugün yenidən canlanan bir yurt